Ermənistan hazırda kollektiv təhlükəsizlik müqaviləsi təşkilatından çıxmağı düşünmür. Bunu bugün Ermənistanın Xarici İşlər Nazirinin müavini Muratsakan Safaryan deyib. Lakin ölkə parlamentinin spikeri Alen Simonyan Ermənistanın faktiki olaraq təşkilatdan çıxdığını qeyd edib. Bugün ölkə parlamentində jurnalistlərlə söhbəti zamanı İrəvanın kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının zirvə görüşlərində iştirak etməmək, eyni zamanda sənədlərin qəbuluna mane olmamaq siyasəti ilə bağlı Ermənistanın Xarici İşlər Nazirinin müavini Muratsakan Safaryan bildirib ki, Ermənistan xarici siyasətini mövcud vəziyyətə uyğun olaraq öz maraqlarına əsaslanaraq həyata keçirir. Jurnalistlərin Ermənistan niyə KTMT-də qalmağa davam edir və hansı səbəbdən təşkilatdan çıxmır sualına Safaryan belə cavab verib. Hələlik belə bir vəzifə qoymamışıq. Əgər belə bir inkişaf baş verərsə, hamı bundan xəbərdar olacaq. Ermənistanda balanslaşdırma siyasəti elan edilib və qərarlar onun çərçivəsində qəbul edilir. Bu, bizim bu mərhələdəki siyasətimizdir. Əlavə mövqelər ya da addımlar olarsa, biz onları elan edəcəyik. Muratsakan Safaryanın açıqlamasından bir neçə saat sonra parlamentin spikeri Alen Simonyan da bu məsələyə münasibət bildirib. Jurnalistlərin Ermənistanın niyə bu təşkilatdan çıxmadığı sualına Simonyan, biz faktiki olaraq çıxmışıq, qalanını isə siyasi məqsədə uyğunluğumuzun və danışıqlarımızın öhdəsinə buraxın deyə cavab verib. Və Simonyanın belə bir ziddiyyətli açıqlaması faktiki olaraq təşkilatdan çıxmışıq deməklə nəyə işarə edir? Ancaq rəsmən KTMT-dən çıxmırlar. Ona görə ki, Moskva tərəfindən çox sərt şəkildə hədələr səslənir ki, da indi gəlmirsiniz, özünüz bilərsiniz, hələlik bu hökumət özü bilər. Ancaq KTMT-dən çıxmaq məsələsi gəldiyi halda bu Rusiya-Ermənistan münasibətlərinə, o cümlədən təhlükəsizlik baxımından çox mənfi bir təsir olacaq. Nəzərə alınsa ki, Rusiyanın qoşunları indiyə kimi Ermənistandadır və Ermənistanın təhlükəsizliyinə hələlik iki tərəfli qaydada Rusiyaya zəmanət verir. Təbii bu hədələr İrəvan tərəfindən, Paşinyan hökuməti tərəfindən ciddi qəbul olunur və bunlar çıxmağı rəsmiləşdirilirlər. Düşünürəm ki, Ermənistanda seçkilər Paşinyanın qələbəsi ilə nəticələndiyi halda KTMT-dən çıxmaq məsələsi də gündəliyə gələ bilər. Qeyd edək ki, sabah noyabrın 27-sində Qırğızıstanda keçiriləcək KTMT-nin növbəti sammitində Ermənistanın iştirak etməyəcəyi bildirilib, lakin İrəvan əvvəlcədən sammitdə konsensus yolu ilə razılaşdırılmış sənədlərin qəbul edilməsinə qarşı olmadığını elan edib. Rövşən Əliyev, Fidan Səfər, Space xəbər.